Bakıxanovdan Qaraçuxura gələndə Pajarniyə yaxın ərazidən 3 sotda 2 mərtəbə tipli həyət evi göstərəcəm. İzləyin. Evimiz kifayət qədər hündür ərazidədir. Bakıxanova da yaxındır, Qaraçuxur ərazisinə də yaxın düşür. Yəni 3 sot torpağın üstündədir. 2 mərtəbə tiplidir. Yuxarının girişi ayrıdır. Yuxarıda bir otaqdır. Zal, bir dənə yataq otağı. Aşağıda da 4 otaqdır. Yəni kifayət qədər torpağı da var. Torpaq kimi istəyənə də yararlıdır, yaxşı ərazidir. Yəni burada torpağın sotu 50-55 min civarındadır. Belə də orta təmir sərqəli evdir, girib yaşamaq olar, özləri yaşayırlar. Məktəbə, bağçaya, marşruta, hər yerə yaxın ərazidir. Birinci mərtəbədəki otaqları göstərəcəm sizə. Giriş hissədə kuxna yığılıb. Bax, kuxna vəziyyət yığılıb, hazırdır. Yaşayışlı evdir, özləri yaşayırlar. Yəni, sol tərəfdə bir dənə belə otağımız var. Zaldır. Bir otaq buradadır, yataq otağı. Bir otaq da buradadır. Aşağıda elə bir ki, zal, 3 dənə də yataq otağıdır. Bir də kuxna. Yuxarı mərtəbəni də göstərəcəm, baxın, 2-ci mərtəbədə də. Bu da 2-ci mərtəbənin girişidir. Böyük bir zal da yığılıb. Mansard tiplidir, amma hündürdür. Bir dənə də belə otaq var burada. Qiymət də münasibdir. Təcili satılır. Qiyməti şərhlərdə deyəcəm inşallah. Buradan da həyətinə çıxırsan. Yəni çəkilişin əvvəlində göstərdim.